full sistem. Xəzər Seyidov. Bura ne için gelmişsiniz? Bura kəşfiyyat subyektinin yanına gəlmişik. Bir ildən çoxdur bizi belə... Möhkəm danışın. Bir ildən çoxdur bizi o tərəf atdılar, o tərəf atdılar. Doğru dürüst bir şey deyən yoxdur. Qalmış ortalıqda. Siz içeride kimler qəbul elədi? Tanımıram, bilmirəm ki. Bir deyir maliyyəyəm, bir deyirəm hüquqşünasam. Ne dediler də sizin məsələ ilə bağlı? Heç bir düzgün cavab vermədilər. Qərar verilmədi Yox, hansı qərar səbəblə? Üstünatlı Qüvvələr Mənsubu 28 Radlı Kərmov. Şikayətimiz eyni qaydada yoldaşlarla. Gəldik bura zəng edib 444-də baş kəşfiyyat dairəsinə. Onlar deyir ki, sənədlər maliyyədədir. Maliyyə deyirəm bayaq polkovnikə, yoldaşların yanındakı. Bəs bizim sənədlər hardadır? Mənə deyir ki, baxım deyim. Baxır deyir ki, dünənlərim gəlib. Zəng edəmişəm 444-də deyir ki, sənədlər ay yarımdır oradadır. Yalandan o atır 444-ün baş kəşfiyyat idarəsinin üstünə, Müdafiə Naziri, Maliyyə İdarəsi. Bu atır onun üstünə. Hərəsi fırladır. Ücə 9 aydan çoxdur ki, ən azın bizdədir də. İndi yoldaş, eləsi var ki, 1 ildən çoxdur verib, keçən il verənlər var sənədləri. Hələ ortaqda pul yoxdur. Qanunla bu pul, kəşfiyyat subyekt pulu 56 gün ərzində verilməlidir. Ücə məndə şəxsən 9 aydan artıq ki, yəni ortaqda heç nə yoxdur. Hələ deyirlər ki, səbir olun. 9 ay gözləyirəm. Nə səbir eləyəcəyik artıq? Gözləmə səbrimiz yoxdur. İndi fırala deyil, hələ biraz da gözləyin, 1-2 ayda gözləyin, görək nə olur. Fakt ama sübut edəcək, düşür. Bu subyekt pulu hamımıza düşür. Amma fırladılar konkret. Yəni bu qədər. Üstadinat Qüvvələr Mənsubu Başgizir Qasımov. Mən Naxçıvandan durub gəlmişəm bura. Bundan öncə ikinci dəfəmdə gəlmişəm bura. Hansı ki, subyekt pulu ilə bağlı. Bu 9 ay ərzində mənim sənədimi 3 dəfəm qaytarıblar dala. Maliyyə ilə bağlı sənədi qaytarıblar dala. Bu hansı ki, orada oturan məmurlar, Maliyyə Büdcə İdarəsində oturan, nə bilim Naxçıvanın maliyyəsində oturan sənədi düzgün işləməyi bacarmırsa, bu adamı nəyə qoymusan ora? Nəyə qoymusan ki, ora mənim sənədim 3-cü dəfədir bu geriyə qayıdır. Mən keçən səfər gedim Naxçıvanın ordu qərargahında mən ona dedim ki, mənim sənədimi mənə göstərin görüm, nə səhvlik var? Nə etmək lazımdır ki, siz oturursunuz hər dəfəsində bunu səhv göndərirsiniz, sonra oradan qaytarırlar bura. Sən oturmuşsan orada maaş alırsan, baş qərargah rəisinin tabeçində olan Maliyyə Büdcə İdarəsində də orada oturanlar orada oturub maaşını alır. Heç bir problemi yoxdur. Ailəsini dolandırır. Mənim öz iynəmi almağa belə mənim pulum yoxdur. Mənim haqqım olan bu kəşfiyyat pulundan yana mən durub niyə Naxçıvandan durub gəlməliyəm bura? Bunu mən eləməli deyiləm. Mənim borcum döyüşməkdir. Mən borcumu yerinə yetirdim. Yenə olsa yenə döyüşəcəm. O mənim çünki borcum döyüşçü kimi borcumdur. Amma mənim sənəd işləmək, nə bilim, hər hansı bir işi görmək o mənim borcum deyil. O yuxarı təbəqə olan məmurların borcudur. Mən xahiş edirəm, bizim səsimizi cənab prezidentimizə çatdırasınız. Xahiş edirəm, baş qərargah rəisi bizi qarşılasın. Biz baş qərargah rəisi bizi qarşılasın deyirik. Bizim qarşımıza çıxır 2-3 dənə, məsələn, yüksək rütbəli zabitlər. Bizi yola verməklə. Bu həddə gəlib çatana qədər bizi o qədər yüksək rütbəli zabitlər yola verib ki, vallahi heç kimə inanmıram. Bəlkə də sənədimi, bu adam mənim işimi görəcək adamdırsa, mən heç ona da inanmıram. O qədər yalanlar olub ki, heç birinə inanmaq olmur. Mələk donunda ancaq şeytan iblis için aldıbdır. Bu məsələ ilə bağlı ümumiyyətlə hara müraciət eləmisiniz? Biz gəldik, birinci bizdə tibb idarəsində sənədlərimiz ilişdi. Biz gəldik, ora müraciət elədik, keçən dəfəm yoldaşlarımız gəldi, çəkiliş elədilər. Mən evimdə yeməyə heç də tapa bilmirəm. Amma hansı ki, mənim sənədimə qol çəkəsi insan xarici dövlətdə ailəsi ilə bərabər gedib istirahətə. Mənə də maraqlı gələn odur ki, sən mənim sənədimə qol çəkmək üçün komandir bizə bir şey öyrədiblər ki, mən 13 il xidmət eləmişəm. Komandir daimi yerindədir. Komandir yerində ola bilməz. Yəni, ola bilsin bu məzuniyyətə gedər, o elzamiyyətə gedər, amma onu əvəz eləyəsi bir şəxs var orada. Amma mən bugünkü gündə balama çörək pulu apara bilmirəm, gedib iynəmi vururam qoluma, gedirəm, otururam fəhləçilik eləyirəm ki, nə deyil, mənə tibb idarəsi yazıb ki, sülh dövründə, müharibə dövründə bu adam hərbi xidmətə yararsızdır. Sən mən atmısan çölə, əziyyətimi vurmusan yerə, mən bugünkü gündə günlük əməliyyatında iştirak eləmişəm. Ondan sonra 2-ci Qarabağ müharibəsində iştirak eləmişəm. Bu qədər əməliyyat, onun da simasında başqa əməliyyatlarda iştirak eləmişəmsə, sən mənim neçə illik əməyimi vurubsan yerə, bugünkü gündə gəlirsən mənə deyirsən ki, yox, mən getmişəm başqa yerə, mən sən sənədivə qol çəkənmərəm. 9 aydır, hansı ki 56 günə təsdiq olunan sənəd 59 aya təsdiq oluna bilmir.
Harada gedirsən bir dənə nağıl oxuyurlar. Hara gedirsən mən inanıram ki, bizim cənab prezidentin bundan xəbəri yoxdur. Yəni orada o cənab prezidentimiz dəfələrlə çıxışlarında deyibdi. Məmurlar qazilərimizi incitməsin. Ancaq hara gedir bizi incidirlər. Bugünkü gündə mən gəlmişəm orada durmuşam, bir tikə çörək, yavan çörək almışam ağzıma, o çörəyi yeyirəm ki, nə də mənim dövlətimdən alacağım pul, küllü miqdarda pulum var. Mənim haqqım olan bir şeyi mən ala bilməm. Niyə? Nə səbəbə görə? Kimdir günahkar? O günahkarı vallahi mən bilmirəm kimdir. Çünki bizim qarşımıza o qədər adamlar çıxır. Gündə milyon dənə, yəni mələk də onu deməyim də, o şeytan sifətli adamlar çıxır qabağımıza, gündə hərəsi bir dənə yol göstərir. Sən getməlisən falan yerə, sən getməlisən falan yerə. Biz dərdimizi kimə deyəcəyik onu bilmirəm. Vallahi bugünkü gündə mən yenə deyirəm, birinci haqqım olan bir şeydir. İkinci də ki, mənim bu maddiyyətə çox ehtiyacım var. Mənim həm özümün müalicəm üçün, həm uşağımın müalicəsi üçün, həm öz yaşayışım üçün. Mənim keçən dəfə dövlət qurumundan gəliblər, mənim evimdə çəkiliş edirlər. Mənim evimə gələn qız, orada hansı ki çəkiliş eləyən qız, deyir burada yaşamaq olar. Sosial Müdafiə Nazirliyindən. Sosial Müdafiə Nazirliyindən deyir burada yaşamaq olar. Amma mənim ailəm, mənim yoldaşım, mənim uşağım orada yaşayır. Bugünkü gündə nəyə görə bu mən bura durub gəlməliyim? Nəyə görə də bir dənə mənə bir nəfər çıxsın qabağa, amma məni yola verəsi şəxs yox. Mən yola ermənini verirdim. Hansı ki təpəsinə vururdum, düşürdü yerə yola verirdim. Deyirdim, ki boş verin qalsın burada. Gedə. Mən yola veriləsi adam deyiləm. Mən sizin üçün yox, mən öz vətənim üçün döyüşmüşəm, öz ailəm üçün döyüşmüşəm. Öz canımı onlar üçün verdim. Amma mənim haqqımı verin. Mənim haqqımı mən sənə demirəm, gətir o cibindən mənim cibimə pul qoy. Hər hansı bir banka getmirəm, demirəm mən kirəyə götürürəm. Mən olan mən kirəyə götürüm, o da deyək ki, yox, sənə düşmür. Mən öz haqqımı tələb edirəm, başqa şey istəmirəm. Üstadına mənsubu Gizrəssanov. Bununla bağlı dəfələrlə biz bura gəlmişik. Üçüncü gəlməyimizə baxmayaraq, hər dəfəsində eyni şeyləri bizə deyirlər. Yəni, sənədləriniz yaxşı olacaq, filan adamla problem oldu, filan adamla problem oldu. Yəni, bizə dəqiq bir məlumat verilmir. Bizim bugün burada qalacağımızın səbəbi, bugün bura yığışmağımızın səbəbi bizə yuxarı üst rütbəli şəxslər tərəfindən bizə deyilsin ki, sizin sənətiniz artıq maliyyədədir, ondan sonra biz buranı tərk edəcəyik. Belə biz buradan getməyəcəyik. Xahiş edirəm, bizim qarşımıza bir rəhbərlikdən çıxsın ki, bizə desinlər ki, yəni sizin sənədləriniz mən tərəfindən Naxçıvandan bura gəlmişəm. Hər dərsində gələndə 300-400 manat mənə xərcim çıxır, qalacaq yerim yoxdur, axşam fikirləşirəm görə elə, harada bir gecələməyə bir yerim olsun ki, gedim orada qalım. 30 manat, 40 manat, 50 manat verim qalım burada. Ailəmin boğazından kəsmişəm, gəlmişəm bura, hər iki ayaqlarımdan da yeriyə bilmirəm. Bircə dəqiqədə güc bəlayla durmuşam, hər iynəmin bir dənəsi bir həftədə vurduğuna 12 manatda. Belə olmaz da bizə bir normal bir cavab versinlər ki, biz bilək deşmizə 3 aydan bir, 2 aydan bir gəlir yığışırıq bura, bizə deyirlər ki, yaxşı olacaq gedin. Maliyyə ilə bağlı bu tək bu deyil, subyekt pulu deyil. Məsələn, mən 2011-ci ildən xidmət edirəm, 2020-ci ilə qədər bu subyekt məziyyət pulları var, köynədə məziyyət pulları var. Müraciət eləmişəm, 2 dəfə bura yazmışam, bir də prezident aparatına yazmışam. Mənə gələn cavab olub ki, maliyyədə, büdcədə pul yoxdur, ayrılanda sizə pul vurulacaq. 3 ildir, hələ büdcədə pul yoxdur, mən pul ala bilmirəm. Səbəb nədir? Nə göstərilir səbəb olur? Səbəb, yəqin ki, nə bilim, biz də maraqlanmırlar. Deyirlər sənədlərdə problemdir, yoxsa? Sənətlə bağlı, bunun, məziyyət pulun nə səbəb ola bilər? Sənət yığılmır, bir şey eləmir, heç nə. Heç nə yığılmır da, deyəm ki, sənətim kəsirdi. Köynədən olan məzəniyyətim 2800 neçə manatımı vurmurlar. Dövlətin 2800 manatı yoxdur, mənə pulu ödəsinlər. Sənətli mənsubu, Kiçik Çavuş Qurbanov. Bura gəlməkdə yoldaşlarımın dediyi sözə haqq verirəm. Məqsədimiz odur ki, qanuni cəhətdən 56 günə hazır olmalı sənədlərimiz il ötməsinə baxmayaraq, kimlərinsə məsuliyyətsizliyinə görə, kimlərinsə ləyaqətsizliyinə görə biz xüsusiyyət mənsubları belə qalmışıq ortalıqda, idarələri bir-bir gəzirik. Mən buradan demək istəyirəm və xahiş edirəm cənab prezidentimizdən ki, lazım olan göstərişlər versin. Çünki biz hərbiçi olaraq biz qayda qanunu öyrəşmişik və qayda qanunu yaxşı bilirik. Biz hərbi xidmət dövründə kiçik bir cəza eləsək, bilərəkdən, bilmərəkdən də biz mütləq cəzalanmışıq. Ya rütbəmiz əlimizə almışdır, ya maddi yardımımız, ya 13-14-ümüz. İndi nəyə görə hansısa bir qurumun səhvliyi ucbatından
hansısa kiminsə səhvli ucbatından bizim sənədlər 56 günə hazır olmalı və balansımıza oturmalı olan vəsait ili ötməsinə baxmayaraq yersiz qalıb, heç kim maraqlanmır. Və halbuki vahid hamısı, bütün bu qurumlar hamısı tabedir Müdafiə Nazirliyinə. Tibb idarəsi olsun, kəşfiyyat idarəsi olsun. Çünki mən həyətimdə yaralanmamışam, həyətimdə xəsarət almamışam. Xəsarətim də təsdiqləyən sənədlər aidiyyəti orqanlara göndərilmişdi, araşdırılmışdı. İndi burada kəşfiyyat idarəsində nəsə hansısa bir sənəddə səhvlik olur, fərd olaraq mənə deyirlər ki, get bu sənədi düzəlt. Nəyə görə fərd olaraq mən düzəltməliyəm? Xahiş edirəm ki, lazımı şəxslər hamı öz vəzifə borcunu düzgün yerinə yetirsin. Kim üstünə nə iş düşürsə yerinə yetirsin. Bu sənədlər Müdafiə Nazirliyinə daxil olubsa, hansısa zabitin, hansısa məmurun öz səhvli ucbatından kəşfiyyat əməkdaşı fərd olaraq düşməli deyil öz sənədin dalınız ki, mənim sənədim nə oldu? Aidiyyəti orqanlar özü maraqlanmalıdır, layiqincə qiymətləndirilməlidir və tez bir zamanda bizim işimiz həll olunmalıdır.